Salam, hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan xalqını salamlayıram. Mən Osmanova Qərənfil Qərim qızı. Burada çəkirəm. İndi söyüş söymürəm. Bax, aşağı başlayayım. Deyirsiniz ki, trend eləyir, yox səsin. TikTok çəkir, bəziləri uz gülürsünüz. Kətçinin də saxladığı maldır, heyvandır, toyuqdur, qazdır, hündüşqadır, ördəkdir. Bax, toyuq saxlayırdım aşağı başlayayım. Ördək saxlayırdım, qaz saxlayırdım, satırdım. Yəni 2 dənə toyuq satırdım, produkt alırdım. İkisini satırdım, toyuğun dərini alırdım. 3-4-ünü satırdım, əynimə paltar, ayaqqabı alırdım. Beləncə gəldi Qalınçaq kəndinin oğru sakini Kərimov Seymur Oqtayoğlu. 1987-ci il təvəllüddür. Gəldi mənim bu evimə, anası, qardaşı onu evdən qovmuşdu. Gəldi evimə. Toğlarda bək yerdə saxlayırdım, ördəkləri də evin arxasında düzəltmişdim. Və oranı çəkmirəm, gedib bir dəfə. Gəldi, açdı, buraxdı. Bax, kolluqday cəmat. Baxın, bütün kolluq, bax aşağı. Burada çaqqalların, canavarların, vaşaqların oylağıdır. Gəldi, açdı, buraxdı. 50 toğumu, 30 dənə ördəyimi, 10 dənə qazımı. Çaqqal, bax, həmən o dərənin içində kolluqda, bax, çəkirəm. Hamısını yedim. Çaqqal qabağından qaran 50 manatlıq çöl ördəyi sortuna ördəyim qalmışdı. Götürdü qardaşı Elnura verdi. Xoruzu anası Züleyxiyə verdi. Züleyxa 3 oğlu Elnuru, Seymuru, Sənanı gətirdi. Mənim həyətimdə bar verən qoz ağacımı kəsdirdi. Armud ağaclarımı kəsdirdi. Seymur mənim bütün öyümün əşyalarını soydu apardı. Yığdı anasının öyünə. 1000 manat pulumu uğradı apardı. 600 manat dədəmin ölüm pulu idi. 300 manat pensiyası idi. 100 manat da özüm İsmail rayonu Elay Şadlıq Sarayında işləmişdim. Qabyuan, xadimə oradan idi. Uğradı apardı. Bütün öyümün əşyalarını uğradı apardı. Yığdı anası Züleyxanın öyünə. Namaz qılırdım, namaz əhliydim. Namaz təsbihimi uğradı apardı. Əynimin paltarlarını yandırdı. Ayaqqabıların yandırdı. Bax, əynimə paltar tapmıram geyim. Ayağıma ayaqqabı tapmıram geyim. Cırıq qaloşla qalmışım. İmkanım yoxdur da almağa. Seymur mənə 40 min manatlıq ziyan vurdu. Axırda anasının qeyri-rəsmi yaşadığı əri Məcidov Mais İlyazoğlu mənim evimə gətirib Maisə məni məcbur zorlatdı. Mənə dedi ki, mən səndən filan kəsin hayfini alıram. Mən şöbiyə sukiyəm. Məndən heç kim bacara bilməz. Mən də İsmail rayonu polis bölməsinə şikayət elədim. Kesirdilər prokurorluğa. Prokurorluqdan gəldilər, izahat aldılar. Baxdılar, getdilər, Seymuru müdafiə elədilər. Mənim şikayətimə baxmadılar. Dəfələrlə cənab prezident İlham Əliyevə məktub yazdım. Oradan cavab gəldi. İsmail rayon prokuroru müdafiə elədi. Yalandan dedi ki, heç bir cinayət olunmuyor. Mais mənim 25 manat pulumu uğradı, bıçağımı uğradı apardı. Seymur, Elnur, Sənan, Mais, bir də ola Züleyxa mənə evimdə yaşamağa imkan vermir. Gecə səhərə kimi Seymurdur, qardaşı Elnurdur, Sənandır, dədəlığın Maisdir, gəlirlər. Aşağı başın baş narkomanı Əl-Ağalı Şahin Vaqif oğlun qarolda qoyurlar, mənim həyətimə soxulub, məni öldürüb evi ələ keçirmək istəyirlər. Ev də hökumətin evidir. Fövqəladə tikib zəlzələ ilə bağlı. Ki biz bu evi satacaq. Seymur özü prezidentin nəslinə söyüb, polisin nəslinə söyüb, hamısı mənim əlimdə sübut halını var. İstəsələr baxa bilərlər. Bu insan mənə evimdə yaşamağa imkan vermir, məni qoymur rahat olun. Mənim itlərim, 2 dənə itimi Seymur, Toğlatdı, Əl-Ağalı Şahin Vaqif oğlun yığdılar aşağı başa. Əyri çayın qırağına narkomanları itlərimi öldürdülər. Bunların da qarşısını alan olmadı. Seymur, Allahdan istəyirəm ki, həyətə girib evə daxil olasan, 100 dəfə sukada işləsin. Neynəsə onda mən səni öldürəcəm. Bax, bunu buradan sənə deyirəm. Səsimi də trend eləyəcəklər. Mənə vurduğun ziyanı ödə. Ya ki, rüşvət verdiğin yerlər ödəsin, yoxsa mənim əlimdə elə bir yerin nömrəsi var ki, sən mənim əlimdən qutara bilmirsən. Mənə vurduğun ziyanı ödə. Qardaşın apardığı ördəyi, anonun apardığı xoruzu, anonun apardığı pencəyimi, dəsmalımı, iskanın əlbəkimi ver, mənə vurduğun ziyanı ödə. Yoxsa səni harada sukalıq eləsin, onlardan böyük prezident var, ora müraciət eləyəcəm. Eşit bil, oğru Seymur.